20 yanvarda da qalır, Rusiyada da. Ancaq TikToka girir, izləyir, dərinliyinə girir. Zərifə nə idi? Babayevdir yoxsa? Yox, səhifəsini mən sizə deyərəm də. Bizi izləyir ancaq. Salamlayırıq buradan onu. Bax, bu günlərim əgər bir xanım bir xanıma dəstək olsa, ortada heç nə düşünmək olmaz. Mənə neçə dəfələrlə dəstək olub TikTokda. Dedi ki, sənin haqqında çox danışırlar, çox daşqalaq elə, gəlim səni canlı görüm. Dedi ki, konum at mənə, mən də atdım, gəldi. Demədi, bu dəqiqə gəlirəm. Dedi ki, konum at, mən gələcən gəldində sənə xəbər eləyəcəm. Bir dənə zəng elədi ki, mən çatmışam, konumdayam. Düşə bilərsən aşağı, düşdüm. O, nə tıqqılı-mıqqılı qızsan sən. Efirdə deyir, pota görsənirsən. Öpdü, qucaqladı. Gəldi, oturdu, bir stəkan çayımızı içdi, getdi. Sağ olsun. Acın, buradakılar bizi eşidirlər də, bütün dostlarımız. Bu günlərim əgər bir kişi, yəni xətri istəyib Aygünə dəstək olacaqsa və yaxud Aygündən başqa digər insana dəstək olacaqsa, deyəcəklər ortada nəsə var ki, dəstək olur. Deməli, yazığın adına söz çıxardacaqlar. Ancaq bu günlərim xanımlar xanıma dəstək olanda onu pis qəbul eləmirlər. Çünki elə qoy xanımlar xanıma dəstək olsun. Kişi kim deyirsə, yönəldə bilərsiniz. Sizin belə böyük dəstəyiniz o ola bilər mənim üçün. Mütləq dərəcədə eləyəcək, mütləq dərəcədə. Yaman da Türkan Əlizadə, çox sağ olay Türkan. Türkan sağ olay Türkan, minnətdaram. Azərbaycana ona görə, Azərbaycanlı da ona görə. Yox, Nigar xanım, mən bu günlərim, əgər bir xanım dəstək olursa, başqa şey düşünməyəcəklər. Ancaq bir xanıma bir kişi dəstək olacaqsa, istəyir ona bir dost yana, istəyir qardaş yana, istəyir necə olsa başlayacaqlar o pis yola yozmağa. Ona görə də gələ xanımlar bir-birinə dəstək olmağı daha əlverişlidir, daha gözəl. Allah sizin razı olsun Ozan bəy. Çox sağ Gülü, salam Ozanlar gətirdiniz. Bəli, bu şəhərdəyəm, inşallah gətirmişəm. Payladılar da, yedilər də. Deyirəm də ki, Azərbaycan milləti elədir, yozdan. Azərbaycan millətinin hamısı elə deyil. Azərbaycan millətinin içində olan o ürəyi qurtlu olanlar var. Bax, belə selbə qurtlar var ha. Bax, onlar da başqa şey düşünən. Heç vaxtı mən şəxsən bir oğlan kimi məsələn mən o pis qələmə vermərəm. Qarşımdakı insan nə olursa olsun, bu gün əgər bir insan bir kişi dəstək olursa, mən yozmaram öz beynimdə, mən öz ürəyimlə düşünürəm. Ancaq hardasa bir dənə mən adam görmüşəm ki, düşüb aşağı dostun dostu olub da dostu. Dostunun yoldaşına yemək zad alıb ki, dostu deyib ki, evdə yoxam, xarici ölkədəyəm. Evimizə bir dənə ayna zad aldı da, get aparıb verir. Aparıb verib, çıxanda ondan soruşublar ki, məsələn, başqa bir tanışımız var. Ondan soruşub ki, sən nə deyir? Ay dədəm vay, bir sən nə? Mənə patxod elədi. Yalandan halbuki elə qız deyir ha o. Gör dostunun arvadına elə deyən oğraş gedib başqasına nə deyəcək? Başqasına deyəcək ki, sizə bağışlayın, mənlə bir yerdə yaşayıb. Çox sağ ol Hüseyin. Salam qaqaşım. Salam Hüseyin, salam. Bugün yaxşı olasınız. Allah bizim yaxşı xanımlarımızı, kişilərimizi, qardaşlarımızı, ağsaqqallarımızı, bizi buradan izləyən bütün ağsaqqal analarımız, bacılarımız, qardaşlarımız var, hamısını salamlayırıq. Qalanları boş şeydir. Mənim üçün maraqlı deyir. O cüllütə oxşayan. Ozan sən biri yazıb Ağayevə. Yazıb burada ki, Ozan sən Mamorozasan. Hə, mamu aparmışdım. Burası mamonozluq eləmədim, mən orada işlə çıxartdılar. Bax, görürsən, mən əsəbdən eləyirsən. Bax, kiməsə görürsən, bax, belənçilərdir. Bax, bunlar öz... Bunlar öz, elə yazanlar var ha. Öz xalası qızına, dayısı qızına patxod eləyənlərdir. Salam Qazi anası. Bax, gözəl anamız buradadır, Qazi anamız. Allah onun oğluna can sağlığı versin. Mən onunla da danışmışam. Gözəl insandır, gözəl qəlbi var. Mən həmişə demişəm ki, böyüklər bizim üçün böyükdür. Yenilməz və yenilməz. Onlar bizim ayıb olsun onu yazanlar. Murad Savab. Bilirsən o nə ilə yazır? Çünki yenə deyirəm, bir insan ki, əgər qarşındakı insanı pis görə bilirsə, deməli onun nəfsində, niyyətində əclaflıq var. Ay Ozan Aygün tərəfdən yazırlar ki, Ozan Aygünü sevir, düzüb qoşur səni. Mən bu xanımı, mən qarşımda oğlan kimi görürəm. Onu da yazan insan böyük səhv edir. Sadəcə mən... Çox sağ ol Qazi anası, minnətlərim. Allah kömək, satdığın qaldı mı? Allah uzun, çox sağ ol, mehri. Yox, vallahi qalmadı.
Çünki inşallah götürüb gələcəm Allahın köməyi ilə. Bax görürsən eləncilər də bax belə hələ bir insanla söhbət edirsən başqa gör yazırlar. İndi gör indi bunlara həqiqətən göstərsək olsun. Qazi anası çox sağlı, gözəl insan, dəyərli insan. Yeganə xanım da mənlə danışır WhatsApp-da, sizi çox istəyir, tərifləyir. Bilirsən nədir? Ay Aygün, mən yenə deyirəm, bu günlərim sevən kütlənin böyük əksəriyyəti yaşlı insanlardır. Çünki onlar məndən artıq hərəkət görmürlər. Aysa hərəkətə görə, danışığa görə, insanın öz aparmağına görə istəyirlər. Kişi adamsan, vallahi tərifləmək olmasın. Çox sağ ol Hüseyn. Dul qadınlara oğlanın dostluğu indiki zamanada düz gəlmir Ozan. Dəniz, dul qadından oğlanın düz gəlir. Mən dost yox. Mən qarşımdakı insanı vətənimin, torpağımın xanımı kimi baxıram. Əgər mən öz ailəmə hörmət eləmirəmsə, mən qarşımdakı özünə hörmət eləmədənə xanıma mən hörmət qoya bilmərəm. Çünki faktiki bu belə. Salam Sevba xanım, salam. Ozan bəy, hər pis yazana oxumayın, qoy partlasın. Sən baxırsan, nəyə baxıram? Əsəbləşmə, heç vaxt sən mənim oğlumsan. Anam çox sağ ol, öpürəm sənin əllərindən, dəyərli insan. Dəyərli qaldın. Sevba xanım çox sağ ol, minnətlə kənardan pis baxırlar. Əgər bir insan öz aynası ilə, göz aynası ilə nəyisə pis görürsə, deməli onun qəlbində, niyyətində paxıllıq var. Mən belə başa düşünürəm. Bugün o pis yazanlardan sonra mən yaşlı qadınlar, yaşlı insanlar mənə dəstək olur. Mən hər zaman onların sözləri mənim üçün qanunumdur. Böyüdür və hörmətlə də yanaşıram. Mən də çox sizi izləyirəm. Özündə Sahid başıyam. Şəhid Batçıyam. Öpürəm gözəl insan. Allah sənin qardaşına rəhmət eləsin. Onlar bizim başımızın tacıdır. Onlar bizim üçün şahdır. Onlar enilməz və yenilməzdir. Salam, Səma müəllimə, salam. Hörmətli ol, çox sağ ol. Aygün, özün yaxşısan əsas odur. Qaydasınız rayona? Bugün axşam saat 4-də zadda qaydacam. İnşallah bir 10 günə də tərtəmiz gələcəm də bir dəfəlik. Biraz zayıf ki. Biraz zayıf ki. Ozan, ürəyindən pis bir şey olsa çıxıb xəlvətdə həll edəndir. Ozanın ürəyində pis bir şey olsa çıxıb xəlvətdə həll edər. Bəli. O, qoca, öpürəm səni, qoca. Qoca, çox sağ ol, minnətdaram, qardaşım. Bilmirəm, xanımsan, bəysən, hörmətli olasan. Allah səni var eləsin, qoca. Allah səni var eləsin. Salam, Namik, salam, qaqa. Salam, Zarina, salam, mənim gözəl dostlarım. Mən sizinlə fəxr edirəm, and ol Allaha deyirəm. Məni burada izləyən insanları mən özümə bir doğma bilirəm. Necə ailəmə hörmət qoyuram, elə də, hamımıza da elə hörmət qoyuram. O pisləri də ki, Allah, Namik çox sağ, pisləri də ki, Allah onları düz yola çəksin. Ki, kiməsə pis baxmasın. Namik, öpürəm qardaşım. Aygün, inşallah hər şey yaxşı olacaq. Ürəyi pozma, kefi pozma. Siz bizim qardaşımızsan. Var ol, qoca. Qoca 060. Allah səni var eləsin. Sən heç nədən əzilmə. Sənin kimi xanımlar var, çox xanımlar var. Yəni pis vəziyyətdə qalan, çöldə. İndi sən bizim sosial şəbəkədə görünən tərəfsən. Görünməyən tərəfdə arxada olan insanlardır. Onlar da mən sənə belə dəstək göstərirəm ki, bir dost kimi, insan kimi, bir Azərbaycanlı oğlu kimi, çöldə olan insanlar da ki, sənin kimlərdə olan əziyyət çəkən, onlar da mənim yaxın olan qardaşlar belə insanlara pis gözünə baxmasın. Qoca, çox sağ ol, qoca. Allah səni var eləsin, gözəl insan. Salam, necə pis adama oxşamırsınız. Zəhmətkeş qadın. Çox sağ ol, qoca, minnətdaram sənə. Gözəl insan. Allah səni var eləsin. Salam, Ozan. Dünən Aslan da ölmüşdü. Nə varmışdı? Dəyməz, ay qaqa. Aygün, deməli YouTube'a hara girirsə bizim videolar paylaşım. O günlərim o meşənin içində video çəkmişik. Hara baxıram ancaq ondandır. Allah and olsun, bərəkət and olsun. Halbuki qaqa, and ol Allah ki. İnşallah nə olar, like eləyəndə bizim səhifəmiz aktiv olsun da. Bizi istəyən insanlar. Canlıdaydım, elə belə qoşuldum, tək idim də. Bizimkilərdən yox idi tanıdığım uşaqlardan. Siz də yox idiniz.
Bilirəm, bilirəm. Namiq öpürəm sənin gözlərindən əziz qardaş. Uşaqlar, mən istəyən insanlar bir dənə like-ınızı eləyəndə 10k eləyən, istəyən insanlar, hörmət eləyən insanlar. Arkada dayananlar da istəməyənlər də yenə can sağ olsun. Bakıya getmişdik. Azmaz getdim elə bilər. Çünki şəhər şey deyildim, rayon deyildim. Elə yol üstü gəlmədim. Vacib işim var idi. Uşaqlar hamınıza təşəkkür edirəm. Allah istibar etsin. Namiq öpürəm sənin gözlərindən. Qoca çox sağ ol uşaqlar. Hədiyyə atmayan insanlar var arxada. Ola bilsin ki, imkanı var, başı çıxmır. Adam var, imkanı yoxdur. Ekran bəyənir. Yenə hamınıza təşəkkür edirəm. Nəzrin xanım, axşamınız xeyir olsun. Yenə Biri burada sansa keç Ozana yaz, Ozan bilsin də tanısın sizi. Kimdir o? Kimdir o? Mən birimdə gəlib burada görəm. İzləyici. Bugün yenə deyirəm, Allah onun canını sağ eləsin, Allah övladına can sağlığı versin ki, sənin gəlib dəstək olur, əlindən tutur. Var olsun, mən təşəkkür edirəm elə o xanıma. Üzüm belə görməmişəm, ancaq yenə təşəkkür edirəm. Vallah mənim də başım çıxmır sizə hədiyyə atmaqdan. Qazi anası, elə sizin gəlib mənə bir zəng vurmağı. Tamam, keçin Ozan müəllimə yazın ki, mənəm Aygünə dəstək olan bilsin də. Ən böyük hədiyyədir. Mənim bu günlərim hörmətli qardaşımın